Deməli uşaqlar spirtlər təzə topludan izah edirik. Baxaq doymuş bir atomlu spirtlərin quruluşu bir atomlu spirtlər, bir atomlu ikili spirt. Deməli bir atomlu deyirsə, bir dənə OH olacaq. 2 atomlu isə 2 dənə OH. İkili spirt deyirsə, yəni bax çaşmıyıq. Bax bu birli spirt, birinə birləşmə. Yəni ikili karbona birləşən OH axtarım. Aydın oldu. Bax bu birlidir, amma 2 atomludur. Bu 2 atomludur, aydın oldu. Bu bir atomludur, amma 3'dür. Çünki bunun birləşdiyi karbon 3 dənəsi ilə birləşib. 2-yə baxaq. Birləşmə qatı sulfat türüsünün iştirakı temperatur 140-dan böyük olanda mən demişdim, diqqətlə qulaq asın. Alkinlər bir dəqiqə. Təkrar biraz qaydaq. Alkil deməli etil spirti 140-dan böyük olanda alken alınırdı. Deməli 140-dan kiçik olanda sadə efir alınırdı. 425 dərəcədə butadiyen alınır. Burada isə 140-dan böyükdə N alınacaq. 3-ə baxırıq. Hansı halogeni birləşmələr qələblərin suda məhlulu bir atomlu ikili spirt alınır. Bax, bir atom bu OH yazaq. Bax, xlorlara OH yazaq. Çaşmamaq üçün OH yazıram. Olsa xlorla OH-la əvəz olunur. İndi bu birlidir. Bu birlidir. Bu birlidir. Buna baxaq. Bu ikilidir. Çünki bu karbon burada birləşib, burada birləşib. Bu da üçlüdür. Bizə də ikilini istədiyinə görə bunu götürürük. 4-ə baxaq. Hansı sxem üzrə gedən reaksiyada su əmələ gəlmir. Su əmələ gəlmir uşaqlar. Deməli belə götürək deyək də. Etil spirti su demişdik. 425 dərəcə su hidrogen butadiyen alınır. Çünki o mümkün katalizatordan iştirak edir. Buradan OH verir karbon turşusu. Karbon turşusu OH çıxır. Buradan da hidrogen, yəni H da OH ilə su verir. Buradan H2O verir, su verir. Karbon qazı su verir. Amma burada hidrogeni çıxardır. C2H5O natrium üzərində hidrogen alınır. Doymuş bir atom spirtə deməli biz demişdik alkanların sonuna oksigen yazırıq. Bu hidrogen belə bu bir toplayanda 2S. Bu 2 atomdur. Bu ümumiyyətlə yox, doymamış birləşmələrdir. Burada isə C-in H2-nin üzərində gəlir 3 olur. 3 hidrogen olur. Ona görə bunu götürə bilməli bir bənd olur. Etilen spirt, etilen nə idi? C2H4. Etil spirt nə idi? C2H5OH. 11-12-dən neçə qram? Su da gəlməli üstünə. Üzərində H2O. O da 1 mola 1 mol. X qram su, 22-14-də də 18 qram su. Buradan tapırıq. Kuprum-oksigen reaksiyaya daxil olmur. Bir atomlu spirtlər götürürük. Bir atomlu spirtlər deməli oksidaşma reaksiyası kuprum onlandı. Hansı reaksiya dietil efirinin alınması ilə nəticələnir? Dietil. Deməli biz burada 140 dərəcədən kiçik olanda efir əmələ gəlir. Buna baxmırıq. Burada yox. Bu vermir. Bu yəni 140-dan kiçik olanda. Etanol alınmır. Yəni spirt alınmır. Deməli buradan spirt alınır. Hidrogen birləşir. C2H5OH keçir. Bu deməli buradan nə verirdi? Hidrogen çox belə, yəni belə birləşmə verirdi. Brom OH ilə əvəz olunurdu. Bu da etanoldu. Sonra baxın da burada spirt gələndə karbonksil bu 2 qat rabitəli birləşmə alınır. Hansı maddə normal şəraitdə mayedir? Mayedir spirt 2 metil propen. Propen 2 metil CH3. Hidratlaşması HOH yəni. Hidrogen çox olana burada OH birləşir. Bir rabitə qırılır. 2 metil propanol 2.
Davya variantı 12. Propilen hidratlaşması da bu da eyni şeydir. Yazacaqsınız. H2 üzeri HOH gələndə hidrogen çox, OH isə hidrogeni az olana birləşir. Yəni propanol 2 anlıda 13-ə baxa 13-də deyir ki qatı sulfat 180 dərəcədə əsas hansı maddə alınır. Deməli biz bayaq nə dedik? 180 dərəcədə N alınır. Buradan OH çıxır. Buradan da ki hidrogen, yəni bu OH-ı verdi, bir də hidrogen verir. Ya bu verməli hidrogen, ya bu verməli hidrogen. Amma bunun hidrogeni az olundansa burada ikiqat rabitə yaranır. Qatı sulfat isə yəni OH, buradan hidrogen verir. İkili spirт bu birlidir. Görürsən bu birlidir. Bu birlidir. Bu ikili gedir. Nəyə görə? Çünki bu OH-ın birləşdiyi bu karbon həm burayla birləşir, həm bura 16. 2 molun kütləsi 120 qramdır. 1 mol X-dir. 120 bölüm 2 elə 60 qram. Bunu 60-a bərabər eləyirəm, tapıram. Dehidratlaşma etiləm. 1 mola 1 moldur deyə 0.5-i vuram 22.4-ə. 18 eyni spirт molekulunda suyun ayrılması necə? Su ayrılır nə demək? Dehidratlaşma. Fərqi yoxdur hansı maddədən olur. Su birləşibsə demək hidratlaşıb. Etil spirtin bir molekulunda neçə hidrogen atomu var? C2H5OH-dır formul. Hansı maddə spirtdir? Spirt OH qrupu olanları seçirik. Bu sadə efirdir, bu ketondur, bu aldehiddir, bu amillərdir. Spirtdə OH var da, bir atomlu, bir dənə OH olan bu 2 atomdur, 2 atomdur. Bu ümumiyyətlə aromatikdir, bu 3 atomdur, 1 atom budur. Qeyri-simmetrik sadə efiri göstərim. Sadə efirlər bölməsindədir. Məsələn, C variantına baxaq. Dimetil, məsələn, dimetil desə 2 dənə. Görürsünüz. Bu simmetrikdir. Diizopropil, yenə də bax görürsünüz, bunlar izopropildir. Nədir? Simmetrikdir. Yəni soldakı, sağdakı bərabərdir. İndi metil izopropili yazaq. Metil izopropil. CH3 oksigen. Bu isə görürsünüz simmetriyə pozulub. Son asaq eyni deyil. 26. 26-da nə deyir bizə? Simmetrik ha 25 izah elədim. Metil izopropil. Efirdə hə. Necə simmetri? Simmetri deyib bayaq dediyimdə soldan sağa. Məsələn, bax bu görsən simmetri CH3-dür. Soldakılar, sağdakılar bərabər. Bunu da özü tapır. 27. Hansı spirt çaxırın əsas tərkib hissəsidir? Uşaqlar, çaxırın əsas tərkib hissəsi etildir. Oduncağın əsas yadınızda qalsın, etil spirti çaxırın əsas tərkib hissəsidir. 28 araqdır. Yəni buradan üçlü spirt OH-in birləşdiyi karbon 3 dənə karbona birləşməlidir. OH-in birləşdiyi bu karbon 1, 2, 3 dənə bu yox, bu hidrogenə birləşir. Karbon qazı miqdarı əlbəttə ki artır. 31 etil spirti etil spirtinin qapalı otaqda, yəni havada hansı maddə miqdarı azalır? Oksigen miqdarı. Yəni karbon qazı artır, oksigen deməli azalır da. Burada nə deyir? Nisbi atom kütlələri etanol, propanol. Deməli, uşaqlar, belə deyim də sizə. Bax, metanolun verib. Tam ki, etanoldur, propanoldur, sən yadından çıxıb da.
Etanol bundan sonra gəlir, propanol da bundan sonra gəlir. Hər bir qrup digərinə CH2 qədər artır. Bu CH2 qədər artırırsan, yəni 32 üzərinə 14 gəlsə, sən 46. 46 yazdım. Propanol da, bu da bundan CH2 qədər fərqlənir. 46, yəni belə rahat tapılır da. Yəni formul qoyub yerinə açıla bilərsən. Hansı reaksiyalar doğrudur? Deməli, su gələndə bəli, bu verir, düzdür. Alkenen su reaksiyasıdır. Bu səhvdir. Suni reaksiyada alkenlər aldehid vermir. Bu da düzdür. Aldehid verir. Bu səhvdir. Hidrogen çox olan, OH hidrogen az olma birləşikdə belə birləşməlidir. Doymuş tabanca alkanların formula uyğun gəlməlidir. Ya bu olur, ya bu da bununla bu eynidir. Hesablasaq baxsa. 3 karbondur isə gətirib qoyanda C3, bax H, bax belə hesabını həmişə. Alkan C3 H8 o yazacaqsınız. Bir atomu daha vəssalam. Metil etil efiri. Metil C2H5. Bu qeyri-simmetrikdir. Buradan hansıdır? B variantı uyğun gəlir. Baxır 38 də eynidir. Doymuş bir atomlu alfa-atı spiri homologiyası 4-cü nümayəndəsi nisbi maddə. 4-cü nümayəndə C4 ilə başlayacaq. C4H10O. Alkan yadın sonunda da 10 birləşdirir. O oksigen birləşdirir. Atomların sayında da özü tapır. Metil spirti oksigen hansı mı? Metil spirti C3 daha doğrusu CH3OH yandırdım və yaxud da ki CH4'dür o. Eyni şeydir. Yandırdım. Əmsallaşdırmaq üçün belə daha rahatdır. Deməli 4'dən burada, bura 2 hidrogen yazdım. 2 oksigen, 2 oksigendir burada. Elədi necə? 4 dənə. 4'dən burada biri çıxıram, eləyir. 100, 3'ü bölüm burada 1,5'dir. 1'in 1,5 nisbəti kəsidən azaltma 2'yə vuram, 2'nin 3'ə nisbəti. 42 də eynidir. Suda həll olma azalır, qaynama temperaturu həmişə artır, bunu bilirik. Özü kimyada belə bir xassə var. 44 normal qoşu doymuş və bu da heç eyni şey. İzomerlər sayı əlbəttə ki artır. Bu da ki, bayaq dediyim kimi alkanları yazırıq. Üst yanına da oksigen yazırıq. 45 keçirik 46'ya. Hansı sxem ilə spirt almaq olmaz? Bu spirt alınır. Sonra qızqıranda glikoza qızqıranması spirt verir. Spirtdə gələndə bu spirt su olsa ala bilər. Amma spirt isə monohalogeni törəməyə gələndə alınır nə? Alken. Hansı ifadə bu nəzəriyyə düzdürdən 44-48 litre karbon monoksidini hidrogenlə reaksiyasından alınır nə? CH3OH alındı. 448 litre imkanında 4'ə də bölək, çevirək mola 20 mol eləyir. 20 sola baxırıq. Solda 20 litr, bunu 20 yazaq. 20 verir, bir də faizi 80% verir. 20'nin 80% eləyir 16. Deməli 16 verir soldakı. Neçə qram metanol almaq x-dir. Bu moldursa 1 moladakı, bunda eməli 32'dir. Bu da eləyir. Deməli özünüz hesabında, bu hesabını kalkulyasiyada bir deyil. 16 vurulsun 32, 512 eləyir. Aydın olur. Soldakı maddənin, bir də soldakı maddənin çıxın. Bir də sizə neçə faiz çıxını x-nə yazacaqsınız. Aydın olur, x yazır. Hidratlaşmasından əsasən 3 metil butanol 2 alınır. Bura su gələndə, bura OH bura birləşəcək. OH buna 3 metil butanol verəsən 1, 2, 3, 4, 5 olub. 1, 2, 3, 4, 5 bu getdi. 1, 2, 3, 4 buna OH bura birləşsə 1, 2, 3 yəni bu özün doğruludur. Hansı halda metil spirtinin X maddəsi reaksiya məhsulu doğru deyil? Metil spirtinin X maddəsi ilə reaksiya məhsulu. Deməli, mən baxaq, A variantına baxaq. CH3OH-ın üzərinə
Yəni HCO, OH gələndə buradan OH çıxır, bizə hidrogen verir. Belə gəlir nə biz CH3 O qaldı burada. Burada nə O, CH aldı. Yaxud da ki bu biz əslində karbon turşuyan yazı HCO, sonra O, CH3. B də eynidir, düzdür. Spirtin gəldi. Buradan hidrogen verir. Bunda OH deməli, CH3 boron verir. Kuprum o gələndə aldehidə çevrilir. Natrium gələndə heç vaxt bunu vermir. Natrium gəlsəydi belə olmalı idi. O natrium. Baxırıq 51-ci suala baxaq. Hansı halda etil spirtin X maddə, bu da eynidir. Bunun özü yazılır. Propil, izopropil spirtdən 144 qram su alınıb, buradan neçə mol oksigen qazı alınıb. Məcbur bu reaksiyanı yazaq. Baxın, propil, izopropil spirtləri. İkisi də eynidir. C3H8O. Üzərinə oksigen gələndə alınır. CO2 üzərinə gəlsin H2O. 3 dənə bura yazıram, 4 dənə bura yazıram. 3, 2, 6, 6, 4, 10. Ondan bir dənə oksigen bura 9, 9, 2, 4,5. Belə yazaq. 4,5 oksigen bura düşdü. Eyni maddəni təkrar yazıram. Yəni yazmasaq da olar, 2-yə vurarıq. Qarışıq yandıqda 4,5 oksigen, izopropil də 4,5, yəni 9 mol oksigen yanında 4 vurulsun, 4 buradan sonra 4 izopropil, 8 vurulsun, 18 qram sudur. 144'də də 2x yazacaq. Yəni də bunları hamısını burada da siz 2-yə vurub yazıda bilərsiniz. Ay, oksigen soruşur. Hadi x olsun. X. 2x yazacağım çünki 2 dənə maddədir. 54 hansıdır? Yalnız bir atomlu. Bir atom bu 2'dir. Görürəm. Baldehiddir. Nədir? Bizə nə soruşdur? Baldehiddir. Baba 3 atomlu aydın oldu. Yerdə qalan götürün. Metanol sənayedə hansı sulanıb? Bu reaksiyonu əzbərləyirik. Etanol sənayedə, bu da həmçinin qıcqırmadan alınır. Sənaye, yəni qıcqırma müəssisələrdə belə alınır. 57. Laboratoriyada aparmaq. 1 ilə 2 ilə 3 bitən sayını göstərim. Bax, bu 1'dir. Bu 1'dir. Bu görsən, bu karbon birləşdi. Karbon 1, 2, 3 dənəsinə birləşibdir. 3'dür. Bu 2'lidir. Bu H-in birləşdiyi karbon görsən, ikisindən birləşib karbon. Bu 2'dir. Bu görsən, bu karbon həm buranı, həm bura, bu da 2'dir. Özü sayını tapırıq. 4'ü karbon atomlu, 1 atomlu, üçlü spirt. 4'ü karbon var. 4'ü karbon burada yoxdur. 2'si üçlü. 4'ü karbonları tapaq. Bu 4'ü karbondur. Bu üçlü spirt deyil. Çünki bu OH-in birləşdiyi bu karbon ikisi ilə birləşib, bu da getdi. Deməli, C-yə baxaq. Burada 4'lü yoxdur, getdi. 4'ü karbon, bu 4'lü karbondur. Bu 4'lü karbondur. Buradakı üçlü spirtdir. 3'lü karbon atomu olan bir, bunu da özü seçirsiniz. 59'a baxdıq. 60. Hansı spirtin kubunu oksigen aldehid almaq olar? Bu yalnız birli spirtlərə aiddir. 2 metil butanol bir aldehid alınır. Ama ikili atomlu olsun, ikili spirt olsaydı keton alınacaqdı. Birlər görsün məntiq ilə tapmaq olur. Görsən birlidir bunlar deməli. Hansı reaksiyada spirt alınır? Spirt sözü varsa bu aldehid nədir? Alkendir. Su sözü varsa bəli. OH xlorla birləşir. Doymik bir atomlu ikili spirtdən karbon atomu bir atomlu ikili spirt yazaq ən azı. Ən azı bu ikili spirt yazmaq üçün 3 dənə nə lazımdır? Karbon lazımdır. Sonra 64 eyni 65. Hansı maddə kuprumu oksidləşdiricidir? Kuprumu oksidləşdiricidir. Deməli spirtlərə reaksiyada burada heç bir
Yəni bir də diodu üzərinə kopurum gələndə oksidativ rolunu oynayır. Burada elə ki kopurum üzərinə gəlsin CO2 alınır. Yəni müsbət 2-dən 0-a getdi. Burada da kopurum alınır deyə reduks olunur. Oksidativ yəni reduks olunur. Molekulda en sayda karbon atomu hansı sinif bir oksigen tam yağda en üstə gəl bir sayda su alınır. Deməli əmsallaşdırmaq lazımdır. Bu da biz deməli alkanlarda en üstə gəl bir suya yazmışıq. Burada doğmuş bir atomu spirtləri götürəcəyik. 62 hansı doymuş bir atomu spirtdən alınmış sadə F-in nisbi molekul kütləsi 74'dür. 74'dürsə yadımızda bir şey qalsın ki, məsələn yazıram burada CH3 adi bir dənə sadə CH3. Düzdürmü? Yaxud da yazıram ki, yəni burada nə demək istəyirəm? Oksigeni çıxırıq həmişə. 74'dən çıxdım nə? Oksigen 16-nı. Qaldı 68 qaldı. Düzdürmü? 68'dən belə başa salım da sizə. Radikaldır da, radikaldır. Radikal bunlarda yəni yerdə qalan N, H2N üstə gəlsin 1 oksigen, buradan bir hidrogen çıxıb da yəni bu nədir? N, H2N üzərinə gəlsin 1-dir də. Düzdür? Bu tərəfdə N, H2N üzərinə gəlsin 1 olur. Aydın oldu. Bunu nə soruşur? Hansı doymuş bir atom spirtdən almış sadə F-in nisbi molekul kütləsi 74'dür. 68'dir. Biz 68 tapdım, bu radikallardır. Spirit tapmazın üzərinə 2 gələcəm. 70, yəni ki, necə deyim sizə? Alkanı tapmaq üçün 70 də bərabərdir 14. N-ə indi bir dəqiqə istəyirəm biraz qısa yolla izah edim. Bir dəqiqə tam deyim sizə. Məsələn, bax, burada yazıram ki, nə deməksən fikrimi tam çatdırım. Deməli, misal üçün CH3, oksigen, CH3 yazdıq. Düzdürmü? 14 yazdıq. Bu nədir? Formu CN, yaxud da C2H5 olsun bura. Düzdürmü? C2H5. Bu CN, H2N üzərinə gəl 1'dir. Oksigen, CN, H2N üzərinə gəlsin 1. Oksigendir də, düzdürmü? 1'dir, oksigendir. Yəni ən azından budur da formulu. Bu da 14'in üzərinə gəl 1, 14'in üzərinə gəl 1, 28'in üzərinə gəl 2, üzərinə gəlsin 16 bərabərdir 74. 74'dən 16 çıxırıq. 58 çıxsın 2, 2 yaddan çıxır. 56 böləm 28'ə elir 2. Deməli olacaq n-imlə 2. 2 ilə başlayan formu C2H5OH olur. 46, 68 o formulda yazırsınız. 69'a baxırıq. Propanol 2 metil etil efiri. Propanol 2. Bu propanoldur. Burada OH yazar, burada H düşür. Metil etil efiri. Metil etil efiri C2H5. Molekulda 2 metil qrupu var. CH3 bu bir necə yazaq? Bura 1 aiddir. Molekulda 9 polimer kovalent rabitə var. Burada 8 hidrogen atomu, 8 hidrogen buradadır. Sonra harda 8 hidrogen? 8 hidrogen burada 8 karbon H rabitəsi var. Karbon H bu başdan gəlir o yerə. 9 polimer kovalent. Polimer kovalent nədir? Deməli 3 3 6 burada 7 burada 8 burada 9. 9 dənə bura uyğun gəldi. Burada neçə dənə? Bunu da belə yazsaq CH3
O, CH3, CH2, CH3. Bax burada 3, 4, 5, 3, 4, 5, 7, 10 dənə burada var. Saydım 5, 3, 4, 5, 5 üzərinə 2 gəlirəm. 7, 7, bunda 10 dənədir. Buna aiddir, buna aiddir. 8 hidrogen, molekulda 8 karbon H. Karbon H 3 dənə buradadır. 3 dənə burada, 8 dənə burada. Burada baxaq, karbon H 3 dənə, 3 dənə, 6, 7 dənə buradadır. 9 polymer kovalent zabiti var. Polymer kovalent zabitini sayaq. Yəni karbon arasında olmasında. Deməli 3, 4, 5, 5 üzərinə 2 gəlmir 7, 7-nin üzərinə 3 gəlmir. Burada 10 dənədir. Yəni ki, buradadır da 8 dənə. 9 dənə daha doğrusu. 3, 1 burada 4 dənə, 3 dənə burada 7 dənə, 8, 9 dənə. Bu düz gəldi. 70'e bak. Propilenin hidratlaşması. Propilen dehidratlaşanda ne verir bize? Geldi. Üzerine su gələndə OH birləşir bura.